Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində bir xəbərdarlığı diqqətinizə çatdırırıq. Belə ki, hava şəraiti ilə əlaqədar səyahətimizdə müəyyən bir təhlükəli vəziyyətlərin ola biləcəyi qaçılmazdır. Odur ki, bu xəbər diqqətdən izləyin. Belə ki, noyabr ayında yer kürəsinə zərbə vuran maqnit qasırğalarının artma ehtimalı ilə əlaqədar ekspertlər ciddi xəbərdarlıq eləyirlər. Bu, günəş fəaliyyəti dövründə maqnit sahəsində təsir eləyən güclü fırtınaların artmaqda olduğuna dair siqnaldır. Qeyd eləyək ki, oktyabrın 20-si və noyabrın 15-i dövrü üçün açıqlanan 27 günlük bir kosmik hava proqnozuna görə 8-9 noyabr aralığında və 15 noyabr tarixində maqnit fırtınaları gözlənilir. Eyni zamanda kosmik hava saiti olan Space Weather.com isə bildirir ki, yer səthində aktiv maqnit sahəsi narahatlıqları artıb və şiddətli nöqtəyə doğru meyl eləyir. Təbii ki, bu cür fırtınalar nəticəsində peyklər, naviqasiya sistemləri, radiokommunikasiya və elektrik şəbəkələri də risk altında qala bilər. Bəs nə edilməlidir? Bununla bağlı qeyd eləyək ki, kosmik hava təsirlərinə həssas sahələrdə, yəni yüksək texnologiyaları peyklər, telekommunikasiya, enerji infrastrukturuna malik olan ölkələr qabaqlayıcı tədbirlər görməlidirlər. Bundan əlavə günəşdə aktivlik yüksəldiyindən xəbərdarlıqlara ciddi baxılmalı və texnoloji sistemlərdə risklərin minimuma endirilməsi üçün müvafiq tədbirlər görülməlidir deyə məlumatda bildirilir.